Salam, Güvən test bankından maqnit sahəsi, maqnit induksiyasının iç başlığı A variantına baxırıq. Sual 1-də Newtonun yerinə gəlib F yaza bilərik. Bölünsün. Coulomb-un yerində var Q, Tesla'nın da yerində var B. Bu bizə nəyə xatırlatdı? Deməli, F nəyə bərabər idi? Q, V, B. Baxırıq ki, burada hamısı var. Nə çatışmır? V çatışmır. Deməli, söhbət sürətdən gedir. İkinci suala baxırıq. Aşağıdakı ifadələrdən hansı və ya hansıları doğru olar? Görək. Birinci suala baxaq. Maqnit sahəsi burulğanlı sahədirmi? Bəli, burulğanlı sahədir. Maqnit sahəsi materiyanın xüsusi formasıdırmı? Bəli. 3-də maqnit sahəsini elektrik cərəyanı yaradır. Doğrudur. 4-də sükunətdə olan yüklü kürənin ətrafında xeyr. Sükunətdə olan yüklü kürənin ətrafında maqnit sahəsi mövcud olmur. Maqnit sahəsinin mövcud olması üçün bir elektrik yük lazımdır, bir də yükün hərəkət etməsi lazımdır. Bu da oldu yalnız üçünün olduğu bir variant. Üçüncü suala baxırıq. Yerin maqnit sahəsinin qüvvə xətlərinin istiqaməti hansı cihazla ölçülürdü? Kompasla. Dördüncü suala baxaq. Hansı halda hərəkət edən elektronun ətrafında maqnit sahəsi yarana bilər? Baxaq, elektron düz xətli bərabər yavaşayan hərəkət etdikdə hər halda hərəkət edirmi? Edir. Deməli, burada maqnit var və elektron özü yüklü zərrəcikdirmi? Yüklüdür. İkincidə elektron yüklü zərrəcikdir, bərabər sürətli hərəkət edir, hərəkət edir. Yəni, bizə lazımdır yüklü olsun və hərəkət etsin. İkini də götürə bilirik və gəldik 3-ə. Elektron düz xətli bərabər sürətli hərəkət edir, hər halda hərəkət edir və elektron yüklü zərrəcikdir. Deməli, hər üçünü götürə bilərik. Sonra 5-ci sualda aşağıdakı xüsusiyyətlərdən hansı maqnit sahəsinin qüvvə xətlərinə məxsusdur? Baxaq, qüvvə xətləri qapalıdır, bəli, qapalıdır. Yəni, burulğanlıdır, qapanıb gəlir. Sonra, qüvvə xətləri qapalı deyil, xeyr, qapalıdır. Qüvvə xətləri kəsiləndir, kəsilən deyil, kəsilməzdir. Bu da var, yalnız birin olduğu A variantı. Gəlirik 6-cı suala. Aşağıdakı sahələrdən hansı burulğanlı sahədir? Baxaq. 1. Dəyişən maqnit sahəsinin yaratdığı elektrik sahəsi, bəli. İkincisi, düz xətli cərəyanın maqnit sahəsi ola bilər. Üçüncüsü, yerin maqnit sahəsi ola bilər. Dördüncü, sükunət varsa onu götürə bilmərik. Beşinci, kondensatorun xeyli, kondensatorda elektrikdən söhbət gedir. Bizə maqnit lazımdır. Yalnız 1, 2, 3-dən söhbət getdi. 7-də, mühitin maqnit nüfuzluluğu hansı ifadə ilə müəyyən olunurdu? B bölünsün B0. Xatırlamaq yadınızdan çıxanda nə edin? B0 məxrəcsi olur. Onu yadınızda saxlayın. 8-ə baxaq. Aşağıdakı ifadələrdən hansı və ya hansıları doğrudur? Baxaq görək. 1. Maqnit nüfuzluluğu vahiddən böyük olan maddələr paramaqnitlərdir. Bəli. İkincisi, maqnit nüfuzluluğu vahiddən kiçik olan maddələr diamaqnitlərdir. Burada da okeydir. Üçüncüdə, maqnit nüfuzluluğu vahiddən çox böyük, çox böyük olanda bu da olurdu ferromaqnitlər. Bu da doğrudur. 4-də, hər bir diamaqnit üçün Curie temperaturu adlanan temperaturun həddi mövcuddur. Xeyr. Bu yalnız 1, 2 və 3 ola bilər. D variantı. 9-cu sualda ikinci naqilin maqnit sahəsi tərəfindən birinci naqilə təsir edən qüvvə hansı istiqamətdə yönəlir? Bax, gəlin neyniyək? Cərəyan şiddətinin istiqamətini müəyyən edək. Bax, müsbətdən gəlir cərəyan şiddəti və bu yana doğrudur. Buradan da yenə gəlir, bu yana doğru olur. Hər halda cərəyan şiddətinin istiqamətləri eynidir. İstiqamətlər eyni olanda bunlar neynirlər? Bir-birlərini cəzb edirdilər. Yəni, bax, bu bunu cəzb edir, bu da bunu cəzb edir. İndi suala baxaq. Sualda bizə nə deyir? Deməli, ikinci naqilin maqnit sahəsi tərəfindən birinciyə təsir edən. Baxın indi, əgər birinciyə təsir edəni deyirsə, onda nə edirik? Bax, bu birincinin işarəsini götürürük. Gördünüzmü? Bax, bu işarələri müəyyən edirik. İkinci tərəfindən birinciyə. Bizə birinciyə təsir edən lazımdır. Birincinin üzərindəkini götürəcəyik. Bu da oldu D variantı. 10-cu sualda xarici maqnitləşdirici sahə B0 verilib, nüfuzluluq verilib, metalın daxilindəki maqnit induksiya vektorunun qiymətini hesablayın. Gəlin neyniyək? Düz durumuzu yazaq. Bərabərdir. B0 yuxarıda da B olsa, bizə bax bu B lazımdır. B-ni tapmaq üçün biz bunları bir-birinə vurarıq. 0,4-ü də vururuq 500-ə. Buradan da sıfırlar ixtisar gedir, yerdə 20 qalır. A variantı.
Aşağıdakı şəkillərin hansında düz naqilin əmələ gətirdiyi maqnit sahəsinin induksiya vektorunun istiqaməti düzgün göstərilmişdir? Yadınızda saxlayaq ki, cərəyan şiddətinin istiqaməti verilib. Hər zaman cərəyan şiddətinin sağ tərəfi x olur, sol tərəfi nöqtə olur. Bunun istiqaməti necə olursa olsun, lap bax bu cür olsun. Sağ x-dir, sol nöqtədir. Lap istəyir bu tərəf olsun. Həmişə sağa görə hərəkət eləyin. Sağ x harda var? B variantında var. Vəssalam. 13-cü suala baxaq. Şəkildə cərəyanlı düz naqilin maqnit sahəsinin induksiya xəttləri təsvir olunub. Verilən nöqtələrin maqnit sahə induksiyalarının qiymətlərini müqayisə eləyək. Baxaq. Baxın, 1 ilə 2 eyni bir çevrənin üzərində olduğu, eyni xəttin üzərində olduğu üçün dairənin. Bunları 1 götürə bilərik. Yazıram 1 bərabərdir 2-yə. Sonra 1 və 2 və 3 bunlardan kənardadırsa, yadınızda saxlayın ki, nə qədər uzaqlaşsa 1 o qədər kiçilir. Ona görə 3 bunlardan kiçikdir. Yəni 1 və 2 böyükdür 3-dən. Bu da harda var? C variantında. 13-də maqnit sahəsinin induksiya xətləri və elektrik sahəsinin intensivlik xətləri üçün maqnit induksiya var, bir də intensivlik var. Qapalı xətlər hardaydı? Maqnitdə idi. Ona görə bunu atıram maqnitin variantının içinə. Atdıq bura. Sonra kəsişməz xətlərdir. Kəsişməz onsuz da heç birində kəsişmir. Bunu yazdıq bura. Müsbət yükdən başlayıb mənfi yükdə qurtarır. Bu hardaydı? İntensivlikdə idi. 4-də sahənin fəzada paylanmasını xarakterizə edə bilir. Bunu hər ikisinə ata bilərik. 5-cidə bir cins sahə halında xətlər bir-birinə paralel olub eyni sıxlıqla paylanır. Bir cinsdə istər maqnit olsun, istər də elektrik olsun, bəli, eyni bir-birinə paralel gedir və aralardakı məsafə, sıxlıq eyni qalır. Bunu da ortaya yaza bilərik. Sonra baxaq, maqnit xassələrini uzun müddət özündə saxlayan maddələr sabit maqnitlər adlanır. 4-ü bura yazdıq. Sonra maqnitin 2 qütbü olur. N hansı idi? Şimal. Şimal burada 1-də. Sonra S hansı idi? Cənub. Cənub harda var? 7-ni də bura yazaq. Maqnitdə, yarısı da burada fərqi yoxdur. Maqnitdə maqnit təsiri daha qüvvətli olan yerlər onun qütbləri harda var? 5-də adlanır. Maqnitin müxtəlif adlı qütbləri bir-birini cəzb edirlər. Cəzb etmək harda var? 3-də. Eyni adlı qütbləri isə bir-birlərini itələyirlər. Sabit maqnitlərin maqnit xassələrini itirdiyi temperatur adlanır Curie nöqtəsi. Bu da var burada. 15-ci suala baxaq. Biz mühitlərdəki maqnit induksiya verilib və bizdən nəyi soruşur? Maqnit nüfuzluluğunu. Mü bərabərdir. Məxrəcdə B0 olurdu, sürətdə B-nin özü olurdu. Görürəm ki, bax bu mü B ilə düz asılıdır, B0 ilə tərs. Doğrusu bunların heç biri ilə asılı deyil, ancaq qrafiklərdə biz bunu uyğunlaşdırmalıyıq. İndi baxaq. Bax, məsələn, 1 və 2-də B0 onsuz da sabitdir, dəyişmir. Ancaq B ilə düz asılı olduğu üçün B-nin böyük qiyməti elə nüfuzluluğun da böyük qiymətidir. Onda ən böyük 2 birdən böyükdür, daha doğrusu belə deyək. Sonra gəlirəm indi də 1 ilə 3-ün arasında. 1 ilə 3-də də bax bu B sabitdir və B0-la da tərs asılı olduğu üçün onda 1 böyükdür 3-dən. Çünki 3-ün B0-ı daha böyükdür. 1 də böyükdür 3-dən. İndi bizə nə deyir? Artan sıra ilə deyirsə, deməli birinci azalanı yazırıq 3, yəni ən azı yazırıq 1 və 2. 16-cı suala baxaq. Kompasın göstəriciləri verilmişdir. Hər bir bölgünün qiyməti. Bir bölgü nədir? Baxın, 0-dan gəlir 20-yə. Və arada da 1, 2, 3, 4, 5. Aradakı mən bunu necə sayım indi buradan? Bunları saya bilməyəcəm bir bölgü üçün. Böyük ehtimal ki, bir xəttdir, bir düşünürəm. Ya birdir, ya iki. Ancaq bunları saya bilməyəcəm, çünki çox kiçikdir. Bax, bizdən nəyi soruşur? Hər bir bölgünün qiymətini soruşur. Onu oradan saysaz. Əgər görsəz ki, 20-yə qədər elə 20 dənə xəttdir, deməli 1-ə bərabərdir. 10 dənədirsə, deməli 2-yə. Da bunu özünüz sayarsınız. Sonra cihazın xətasını. Cihazın xətası üçün.
Əgər 1 kimi düşünsək, xətanı neynirdik? 2-yə bölürdük də 1 bölgünü. Əgər 1 bölgünü 1 qəbul etsək, xətanı tapmaq üçün 1-i 2-yə bölərəm. Bu da olar 1 bölünsün 2. Və yaxud da ki, bunu 0.5 ilə də verər, fərqi yoxdur. Əgər 1 kimi olsa onu sayarsınız. 2 olsa onda 2-ni 2-yə bölüb 1 götürə bilərsiniz. Və salam.